kartlardan birini seç və kartların bu ana sənin üçün olan mesajını al. Görək bu kartı seçən insanları nələr gözləyir? Bu kartı seçən insanlar bugün yoxsulluq içindəsən. Yoxsulluq, ümidsizlik, sanki bir şeylər həyatdan bitib ya da yoxa çıxıb. Amma yaxın aylar ya da günlər içərisində gözləməyin bolluk, bərəkət, ruzi və zənginliklə sənə geri dönəcək. Yoxsulluq çəkdiyin hər nədirsə, nəinki yoxdur, nəinki yox oldu. Hətta 2 qat, 3 qat daha da çoxalıb sənə geri dönəcək. Yəni seçimlərin olacaq və sən ən xeyirli olanını seçmək fürsəti qazanacaqsan. İndi isə keçək ikinci kartı seçən insanlar. Aha, burada 2 kart var imiş. İkinci kartı seçən insanlar, burada bir qurban var. Əli, qolu, gözü bağlı, əhatəyə alınmış, sanki ona çox əngəl olurlar, əllərini bağlayıblar, qollarını bağlayıblar, çarəsiz duruma qoyublar, hərəkət edə bilmir, gələ bilmir, tərpənə bilmir, heç bir addımı, mövqeyi hərəkəti yoxdur. Bu isə sizsiz, bu isə sizsiz. Siz fədakar rolunu oynayacaqsınız. Siz hər şeyi öz öhdənizə, çiyinlərinizə götürəcəksiniz. Siz üstlənəcəksiniz. Siz əslində burada bir növ mən hiss edirəm qurbansınız. Çünki bütün yük sizə düşür, bütün əziyyət sizə düşür. Ancaq qarşı tərəfin edəcək bir şeyi yoxdur kimi durur. Nəsə etmək istəyər, amma çarəsiz durumdadır. Edəcək bir halda deyil. Heç bir addım ondan gözləmirik biz, gözləməməliyik və bütün yük, bütün ağırlıq, bütün gərginlik sizə düşür. Siz deyirsiniz, sən etmə, sənin yerinə də mən edərəm, bütün əziyyəti mən çəkərəm, hər şeyi mən edərəm, səni qoruyaram, səni müdafiə edərəm, səni sevərəm. Bir sözlə, bütün yükü özünüzə götürəcəyiniz sizin üçün gərgin və bir qədər qərəzli dönəm gəlir. Yaxşı düşünməlisiniz, buna dəyər yoxsa yox. Keçək növbəti karta və nəhayət 3-cü kartı seçən insanlar. Bu bir ay kartıdır. Və gördüyünüz kimi burada qaranlıqda itən, qorxuları olan, hissləri belə qarışıq, oraya-buraya qaçıb işıq axtaran, çırpınan, yol axtaran bir insan var. Bax, bu sizsiz. Hal-hazırda sanki bir travma ya da bir xəyanət ya da bir çox qarışıq duyğular içərisində olduğunuz bir dönəmdəsiz. Bilmirsiniz kimə qaçasınız, niyə qaçasınız, kimə inanasınız, yaxın ətraf, hamı bir sözlə sıxır sizi, bir güvən itirmişliyiniz var. Ən çox da sanki sıxıntınız bu insanla bağlıdır. Bu insana ehtiyacınız var, amma bu insan ola bilər yaxın zaman bir o qədər əl çatmazdı. Bax, belə bir situasiya açdı kartlar sizin üçün. Hələ ki çıxış axtarırsınız, hələ ki yolu axtarırsınız, qaranlıqda qalmışsınız, amma kartın bir gözəl mənası var. Ayın hər zaman bir qaranlıq üzü olduğu kimi bir aydınlıq üzü də var. Yəni o çıxışa varacaqsınız, o qaranlıqdan çıxacaqsınız.